Xeyir olsun əziz dinləyicilər. Bugün həftənin ilk günü və belə deyim, həftəniz uğurlu, xeyirli olsun inşallah. Bu haqda istəyirəm ki, daha geniş şəkildə Aynur xanım danışsın. Çünki hər zaman uğur o mənə arzu edirsə, həftəm çox gözəl olur. Enerjini biz qarşılıqlı bir-birə, mən sənə enerji verirəm, sən mənə enerji ötürürsən. Dinləyicilərimizi salamlayırıq. Həftənin ilk günlərindən birini yaşayırıq və çox uğurlu bir həftəyə başlamışıq. İnşallah ki, həftənin sonunu da çox uğurlu bitirərik. Bir-birindən maraqlı qonaqlarımız həftə ərzində bizimlə oldu, bir-birinə maraqlı mövzulara toxunduq və mən əminəm ki, bugün də o maraqlı mövzulardan biri olacaq dinləyicilərimiz üçün. Çünki diqqət çəkən bir mövzudur. Pul harda varsa, diqqət orada olur, maraq orada olur. Ona görə diqqətiniz bizdə olsun. Buyur Anar. Bəli, Aynur, bugün də bizim çox maraqlı, belə deyim, qonağımız olacaq. Amma qonağın təqdimatını etməmişdən öncə mən istəyirəm ki, bir daha WhatsApp nömrələrimizi xatırladım. 055 211 03 bizim WhatsApp nömrəmizdir və bugün də çox aktual olan bir mövzuya bağlı danışacağıq və həmin mövzuya bağlı kim qəşəng suallar versə, təbii ki, qonağımız həmin dinləyicinin qalib seçəcək və sonunda nə olur Aynur? Dilkəşdən, bizim sponsorumuz Dilkəşdən bir hədiyyə qazanmış olacaq. Əslində, Anar, qonağımızı təqdim eləməmişdən öncə biz efirə hazırlaşanda da demək olar ki, bir təlim keçdi, elə bir təsir bağışladı mənə və mən artıq son saniyələ qalmışdı ki, efirə girməyə. Mən qonağımıza elə onu deyəcəkdim ki, mən düşünürəm ki, bunu bir həftədə 2-3 dəfə eləmək lazımdır ki, biz də bərabər bu təlimi sizinlə bir yerdə yaşayaq. Çünki bizim çox öz işinin peşəkarı olan, gənc olmasına baxmayaraq, amma öz sahəsində sözünü demiş, sosial şəbəkədən siz artıq onu tanıyırsınız, maliyyəçi, təlimçi Ramin Əzizov bizim qonağımızdır. Yəni, necə deyim, əziz dinləyicilərimiz, o əslində Ramin bəyin Instagram səhifəsinə girib araşdıranda da orada yazılmışdı. Əsl ki, o bizim el arasında dedik, xalqın uşaqlı bacarıqlı, maşallah da deyim burada. Maşallah, mütəşəkkir edir. O insan hal-hazırda bizim qarşımızda əyləşib. Ramin bəy, xoş gəlmişsiniz. Xoş gördük. Necəsiz, necə gəldiniz? Yaxşıyam, çox sağ olun. Təşəkkür edirəm əvvəlcə dəvətinizə görə. Xoşdur bizim üçün. İzləyiciləri də salamlayıram, dinləyicilər daha doğrusu. Niyə elə bizim izləyiciləri salamlaya bilərsiniz? Çünki bizim Xəzər FM var, Facebookda bizi izləyirlər səhifəmizdən. Elə görürlər, buradan da onları salamlayırıq. Kamera vasitəsilə salamlarımızı göndəririk. Ramin bəy, efirə indi sizi salamlayanda dedik ki, öz sahəsində artıq sözünü demiş bir insan və sosial şəbəkədə kifayət qədər tanınırsınız. Çünki araşdıranda baxdım ki, kifayət qədər izləyici kütləniz də var və uzun müddətli maliyyə üzrə təlimçi kimi fəaliyyət göstərirsiniz. İstəyirdik ki, karyeranızı elə sizin dilinizdən eşidək. Deyir, mən indi dinləyicilərimizə məşəqqətli yollara bağlı danışın. Necə oldu, uğur qazandınız? Bu qəhrəmanın özündən də dinləyə bir həyatına görə necə oldu? 2017-ci ildə İqtisad Universitetini bitirmişəm, Sabah qruplarında, hansı ki, Təhsil Nazirliyinin özəl layihəsidir. 17-ci ildə bitirəndən sonra, təxminən 1 il sonra Paşabankda başladım fəaliyyətə. Bir 6 illik korporativ, belə deyək, iş stajımdan sonra, hansı ki, orada maliyyə hesabatlarının analizi, bizneslərin analizi və s. Fəaliyyət sahəmiz bundan ibarət idi. Əlavə olaraq da 1 illik mühasibat təcrübəm var. Daha sonra həm təhsilimi, həm də karyeramı Avropada davam eləməyə qərar verdim. Hal-hazırda Avropada beynəlxalq banklardan birində çalışıram. Model validator, hansı ki, risk modellərinin qiymətləndirilməsi və validation bir növ təsdiq desək qısaca. Bu sahədəyəm və orada artıq Avropada artıq 1 il yarımdır yaşayıram və həm də təhsil alıram. Bundan da əlavə ACCA qurumunun, hansı ki, mühasiblər üçün akreditə olunmuş sertifikatlı mühasiblər asosiasiyasıdır. 2021-ci ildən üzvəm və onun üçün imtahan tamamlamışam. Əlavə olaraq da həmən ACCA belə deyək, qurumunun təmin elədiyi sertifikatlara hazırlıq keçirəm. Financial accounting, yəni mühasibat çotu, maliyyə çotu və maliyyə menecmenti üzrə təlimlər keçirəm. Bütün bu uğurları nə etmək lazımdır? Ancaq aldır düşür. Yəni uğurlarınız daha da bol olsun. Yəni sadaladığınız bu bütün bu hadisələr, bütün bu başınıza gələn uğurların imzaları daha da artsın. Amin, inşallah deyirik biz də. Hər bir gözəl gələcəyi olan hər bir gəncimiz Azərbaycanın gələcəyi deməkdir ki, və mən bilirəm ki, siz bizi daha böyük yerlərdə, daha belə böyük imzalarla təmsil edəcəksiniz. Buna əminəm. Və bildiklərini də öyrədir eyni zamanda. Nə gözəl ki, elə Polşadan görsən sənin ürəyini hiss edirəm ki, hansı sualı verəcəksən. Nə gözəl ki, siz Polşadasınız, amma buradan birbaşa da əlaqə yaradırlar sizlə. Instagramda yazırlar. Yeri gəlmişə Instagram səhifənizdə də siz qeyd edərdiniz. Çünki sizinlə əlaqə saxlamaq istəyən dinləyicilərimiz çox olacaq. Bir daha vurğulayın, zəhmət olmasa. Elə indi girib sizin Instagram səhifənizə baxsınlar. Çünki əminəm ki, bayaqdan maraqla oturublar ki, görək bir dənə Instagram səhifəsindəki biz girək araşdıraq. Təşəkkürlər. Ramin Əzizov
.acca yazılır, belə yazılır. ACCA idi tələffüzü. Ramin Əzizov ACCA bütöv yazsalar çıxacaq. Yəqin ki, bu videonu da paylaşanda orada da qeyd eləyərəm özüm. Mütləq şəkildə təlimlər onlayn şəkildə Zoom vasitəsilə olur. Mənə maraqlıdır. Qrupda neçə nəfər olur? Baxır, çalışıram 20-ni aşmasın say, keyfiyyətə təsir eləməsin, amma orta hesabla 20-25 civarında olur. Və 3 aydan bir təşkil edirəm kursları. Bir sualım var, Aynur, ümumiyyətlə bu mənə maraqlıdır. Fərdi daha çox nəticə yaxşı əldə etmək olur, yoxsa qrup şəklində? Və yaxud da qrupda niyə məhz 20 nəfərdən çox insan deyirsiniz ki, olmasın? Bu statistik şəxsi yanaşmamdır. Yəni müşahidələrim ona əsas verir ki, say çoxaldıqca ayıracağım vaxt azalır və bu da keyfiyyətə təsir edir. Mümkün qədər bu qızıl ortanı qorumağa çalışıram. Əgər görsəm ki, tələb çoxdur, əlavə köməkçi, belə deyək də, dəstək olan müəllimlərimiz var. Onların vasitəsilə də prosesi sürətləndirə bilirik. Rəmin, mənə maraqlı ki, bu qədər işinizin içində niyə görə təlimi də seçdiniz ki, mən təlim verməliyəm? Yəni nə sizi vadar elədi? Bildiklərini öyrətmək istəyirik. Çünki ətrafda baxdınız, gördünüz ki, elə insanlar var ki, təlim verirlər, əslində təlimdən xəbərləri yoxdur, amma təlim verirlər. Bu belə ajatajın içində dediniz ki, mən daha professional şəkildə verə bilərəm bu təlimi, yoxsa siz nə vadar elədi ki, təlim verməyə qərar verdiniz? Birinci, bəli, sizin də qeyd elədiyiniz kimi öyrətmək həvəsim, amma mən özüm əvvəl 7 il əvvələ qayıtsaydım, təlimə iş başladığım vaxtlara qayıtsaydım, yəqin ki, mənim səhifəmi görsəydiniz, eyni sözləri mənə də deyərdiniz ki, bu adamın təlimlə əlaqəsi yoxdur. Yəni, təlim vermək istəyən adam hardansa başlamalıdır. Amma mən bu boşluqları özümdə müşahidə edirdim və yaxud da sorğular edirdim ki, nələr çatmır, nələr daha yaxşı eləyə bilərik. Yəni, əgər siz məni kənardan hal-hazırda yaxşı görə bilirsinizsə ki, çox sağ olun, mən bunu gələn feedbacklərə borcluyam, kommentlərə borcluyam ki, biz nəyi daha yaxşı eləyə bilərdik. Və digər təlimçi yoldaşlara da, hansılar ki, təlimə artıq başlayıblar, onlar da bir yerdən başlamalıdırlar. Tənqid və ya digər bu formada eləməyin tərəfdarı deyiləm, öz tərəfimdən ən azı belə deyək də təlimçi yoldaşlarımdır. Amma tövsiyə edirəm ki, mütləq qaydada feedbacklərə açıq olsunlar. Təlimlə bağlı, təbii ki, şəxsi olmayan feedbacklərə, kommentlərə açıq olsunlar ki, daha nəyi yaxşı eləyə bilərik. Bu halda əmin edirəm ki, nəticələr daha yaxşı olacaq. Öz ixtisassız baxımından təlimin əsas mövzuları nə olur? Məsələn, müraciət edən insanlar daha çox nəyi öyrənmək istəyirlər sizdən? İxtisası tamam fərqli olan sahələrdən gələn adamlar, maliyyə nədir, mühasibat nədir, bunları öyrənmək istəyirlər. Daha təcrübəli şəxslər maliyyənin mühasibatının dərinliyini öyrənmək istəyirlər. Bir də bir kəsim var ki, öz şəxsi biznesləri var və yaxud da işdə müəyyən pozisiyaya gəliblər. İşə spesifik maliyyə mühasibat sualları var, onları soruşurlar. Ki, məsələn, biz dövriyyə vəsaitini necə idarə edə bilərik? Şərti deyə, zavod açmışıq. Nə maraqlı. Zavod açmışıq, zavodun, belə deyək də, bizə nə qədər pul lazım olar ki, zavod normal qaydada işləsin. Pul axınının hesablanması və s. Bu kimi müraciətlər də var, proqnoz hazırlamaq və s. Bəs maliyyə ilə mühasibatlığın açıqlamasını fərqini tam olaraq izah edin bizə, dinləyicilərimizə də. Məsələn, mən özüm də maliyyə işindən uzaq bir adamam. Elə mənim özüm üçün də bir öyrənmək olardı. Elə ki, mən də təlimə gəlmişəm, maliyyə ilə Və ilk sualı da Aynur'u budur sizə. Qısaca belə deyim də, məsələn, siz bu ofisi qurmamışdan qabaq, bunun daha əvvəl kimdəsə qeydiyyatı olub ki, bir ofis üçün nələr lazım olur. Bu, bunu müşahidələr əsasında qeyd edib. Mühasib həmin işi görür, qeyd edir ki, bu prosesdə biz hansı yolu keçdik, hansı addımlar atdıq, bunu yazım. Ki, sabah maliyyəçi buna baxıb, ikinci bir ofis açanda proqnoz eləsin. Yəni, mühasib qeyd edir, keçmişdə olanları qeydiyyata alır. Maliyyəçi ona baxır, gələcək üçün bir qərar verir və proqnoz hazırlayır. Amma bunlar bir-birindən ayrılmaz əlaqədədir. Maliyyəçi mühasiblə, mühasib maliyyəçi ilə daim belə deyək də bir-birinə məlumat mübadiləsi aparırlar. Və onların kəsişdiyi bir nöqtə var, hansı ki, maliyyə hesabatlarıdır. Hər ikisi maliyyə hesabatlarından işləyirlər. Mühasib onu hazırlayır, hazır qoyur, maliyyəçi gəlir ona qərar verir. Amma hal-hazırda arzu olunandır ki, həm maliyyəçinin, həm mühasibatın baza bilgilərində bir-birindən alış-veriş olsun. Yəni, maliyyəçinin mühasibat bilgiləri olsun, mühasibin də maliyyə bilgiləri olsun ki, diskusiyadan azı bir-birini başa düşə bilsinlər. Aynur, əlaqə nömrələrimizi bir daha xatırladaq. Ola bilər ki, bizi indi dinləyirlər. 055-203-1103 bizim WhatsApp nömrəmizdir. Suallarınızı verin və verilişin sonunda Dirkəş, bizim sponsorumuz olan Dirkəş parfümdən bir hədiyyə qazanacaqsınız. Bizim qonağımız isə Ramin Əzizovdur. Siz artıq onu sosial şəbəkələrdən tanıyırsınız. Maliyyəçi və təlimçidir. Mənim də bir sualım var. Misal üçün,
mühasibatlığa yeni başlayanlar üçün ilk olaraq Ramin bəy hansı məsləhətləri verirlər? Çünki elə insan var ki, təlimə başlamamışdan öncə biraz kompleks olur ki, müəllim mənə bu sual verər, mən bilmərəm, digər qrup uşaqların Və yanında. yaxud ki, mən mühasibatlığı bacararamı? Belə, o psixoloji tərəfdən özünü hazırlamalı mən düşünürəm, amma belə bir kompleks olur ki, öyrənmək necə olacaq? Mən qoy özüm öyrənim, oxuyum, daha sonra müraciət edim. Bu sahəni öyrənmək istəyən insanlara istərdim ki, lakonik şəkildə bir dənə belə də təlimat verək buradan. Gələk bu suala ki, kimlər bu işi bacara bilər? Rəqəmlərlə işləməyə arası olan şəxslər. Dost olanlar. Dost olanlar. Şərt deyil ki, bacarır yoxsa yox. Bacarır ikinci sualdır. Bacarır da təbii ki, vacibdir. Amma işləmək ona narahat eləmir ki. Əgər narahat elirsə bir müddət sonra işdən soyacaq. Performansını aşağı salacaq. Amma ola bilər ki, riyaziyyatı zəifdir, amma həvəsi var, bunda alınacaq. Qısacası, Deməli riyaziyyatı zəifdir, ancaq deməli bu işə həvəsi varsa, onda alına bilər mühasibatlıq. Bəli. Yəni burada bizim istifadə etdiyimiz riyaziyyat, təbii ki, gündəlik təkrarlanan hadisələrdən danışıram. Vurma, toplama və s. bu əməliyyatlardan, yəni biz orada qəliz loqaritmik hesablamalardan istifadə eləmirik. Heç kim ona baxmır da. Yəni Excel var bir halda ki, bütün formulaları mühasib orada yazır və proses avtomatlaşıb. Heç kim sizdən qəliz formulalar istəmir. Başlanğıc üçün tövsiyəm nə olardı? Kurs ola bilər, bir mentor ola bilər, oturub bir xəritə çəksinlər özlərinə ki, mən hara getmək istəyirəm, mən maliyyənin, mühasibatın hansı sahəsinə yönəlmək istəyirəm. Bunu müəyyən eləyəndən sonra artıq o pilləkənlər görünən olacaq ki, biz hansı yollardan keçməliyik. Bu ola bilər sertifikat olsun, ola bilər təcrübə yolu ilə öyrənmək olsun, ola bilər ki, məsələn, özünün böyük qardaşı, bacısı, tələbə yoldaşı və s. onlarla məsləhətləşmək ola bilər. Qısacası bu işi bilən şəxslərlə məsləhətləşmək. Bu şəxs ola bilər kitab olacaq. Fiziki şəxs olmaya da bilər, amma mütləq qaydada kimlənsə bir tövsiyə eləsinlər. Və hamı da alına bilər bu stereotipləri qoyaq kənara. Heç bir mühasib, təbii ki, burada analitik düşüncə vacibdir, amma qəliz riyazi hesablamalar istifadə eləmir. Hamı bacara bilər bu işi, sadəcə vaxt sərf eləmək lazımdır. Və istək olmalıdır. Əlbəttə. Birazdan bizim daha maraqlı suallarımız olacaq. Əziz dinləyicilərimiz, pullarınızı harda saxlamalısınız ki, biz bu pullardan itirməyək. Bunlar haqqında da məsləhətlər var. Ancaq reklamdan sonra buna görə diqqətiniz bizdə olsun. Buyur Anar. Nömrələrimizi də xatırlat ki, yazsınlar Aynur 055 203 11 03. Mən çıxış eləyəndə mənə əl-qol işarəsi eləmə çalışıram, amma sən yenə də hər dəfə edirsən. Mən indi WhatsApp nömrəmizi xatırladım. 055 203 11 03. Pullarla bağlı və yaxud da ki, bəlkə də bir iş qurmaq istəyirsiniz, bəlkə də bir biznes qurmaq istəyirsiniz, amma mühasibatlıqla bağlı suallarınız var, maliyyə ilə bağlı suallarınız var, məsləhət almaq istəyirsinizsə, buyurun 055 203 11 03 nömrəsinə suallarınızı yazın, Ramin bəy siz cavablandırsınız və əvəzində də biz sizə Dirkeşdən parfüm hədiyyə edək. Və əgər siz peşəkar bir komanda axtarışındasınızsa, nə baxımdan, yəni qapı pəncərənin peşəkarlarını axtarırsınızsa və mən sizə bir dəyərli bir məlumat verim. Baş sponsorumuz Aystal Aluminium ilə bağlı bir keyfiyyətli, dəyərli bir məlumatı sizə səsləndirmək istəyirəm. Fərdi evlərinizdə, bağ evlərinizdə alüminium qapı pəncərə sistemlərinə aid nə istəsəniz, cam balkon, HBŞB sürmə sistemləri, şüşə, mərcərlər, besetkalar üçün pergola sistemlər, bir sözlə ən son innovativ məhsulların hamısı harada? Aystal Aluminiumun Ağşəhərdə yerləşən showroomda gedirsiniz, baş çəkirsiniz, peşəkar komandada tanış olursunuz və dəyərli məsləhətlərini alırsınız. Tam ünvanı deyim, Ağşəhər Qarabağ Atları meydanı, əlaqə nömrəsi 050 201 88 11. Qapı pəncərə düzgün addımınız Aystal olsun. Təşəkkür edirik baş sponsorumuz Aystal Aluminiuma. Və biz qısa bir reklam fasiləsinə ayrılırıq. Siz isə suallarınızı bizə yazın, göndərin. Verilişimizin sonunda sponsorumuz Dirkeşdən gözəl bir ətir sizə hədiyyə olunacaq. City Park Mall'da inanılmaz fürsət. 20 martdan 20 iyuna qədər hər 40 manatlıq alış-verişdə Toyota Corolla və bir çox dəyərli hədiyyələr qazanmaq şansı əldə et. Daha çox alış-veriş, daha çox şans deməkdir. Xəzər radiosunda reklam vaxtı. Ay Solmaz xala, bu boyda pəncərə olar? Bunu necə açıb bağlayırsan? Çox rahat, bir barmağımla açıram, bağlayıram. Yüngüldür. Özü də Türkiyə istehsalı, Avropa keyfiyyətli pəncərələrdir. Hə, o həbəşdir, nədir dedikləri pəncərə budur? Həbəş yox ay Cavanşir. HBŞB məsləhətdir. Külək də, yağış da keçirtmir. Get sən də zəng elə 055 201 88 11-ə. Gəlsinlər, quraşdırsınlar. www.asistal.az. Addımınız Asistal olsun.
Avropanın tanınmış parfüm zavodlarının məhsulları Dilkeş parfümlə xidmətinizdədir. Dilkeş parfüm keyfiyyətli və sərfəli ətirlər təqdim etməklə yanaşı, şirkət olaraq sizə öz biznesini qurmaq fürsəti yaradır. Dilkeş parfümlə hər 4 parfüm alana 1 parfüm hədiyyə kampaniyasını qaçırmayın. Əlaqə nömrəsi 070 628 37 87. Instagram Dilkeş Parfüm Official. Fərdi və bağ evlərinizdə iri ölçülü pəncərələr, cam balkon və sürgülü, qatlana bilən pəncərələri Türkiyə istehsalı Avropa keyfiyyəti ilə Asistal alüminiumdan əldə edə bilərsiniz. Ünvan Ağşəhər, Qarabağ Atları Meydanı. Telefon 050 201 88 11. Qapı pəncərədə düzgün addımınız Asistal olsun. Qüsursuz nitq korreksiya mərkəzində uşaq və böyüklərə həm loqopedik, həm psixoloji, həm də fizioloji dəstək göstərilir. Mərkəzin rəhbəri defektoloq loqoped Esmira Qafarova bütün pasiyentləri fərdi proqramlarla nəzarətdə saxlayır. Autizm, serebral iflic, Down sindromu, psixoloji və nitq inkişaf ləngiməsi və bu kimi bir çox diaqnozlarla mərkəzə müraciət edə bilərsiniz. Telefon 050 485 75 25. Abşeronda topdan qiymətə top kimi tikinti məhsulları, taxta şalban, dam örtüyüz, sement, qum şınqıl boya, alış-verişini et, doya doya. Abşerona gəl, bütün tikinti materiallarını büdcənə uyğun qiymətlərlə əldə et. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey, ünvan, Ülkvatan Dairəsinin yanı. Xəzər Radiosunda reklam vaxtı. Bəli, əziz dəyərli dinləyicilər, biz yenidən davam edirik. Bugün aktivsiz, bilirəm, çox gözəl suallar yazırsınız. Bədii suallar da var, aralarında düşündürən suallar da var. Qalib olmaq üçün mənim dinləyicilər, mənim deyəndə Aynur mənə sərt-sərt baxır. Daha çox mən oxuyuram deyə müraciət edirəm Aynur mənim dinləyicilərim. Yazanları deyirəm, dinləyənlər sənin olsun. 055 211 03 bizim WhatsApp nömrəmizdir. Bugün də Dilkeş parfümdən bir hədiyyəmiz olacaq. Amma mənim dəyərli həmkarım, gözümün işığı Aynurun gözəl bir sualı var. Aynur həmin sualı səsləndirəcək. Deməli, nə diqqətimi çəkdi? İmkan vermədin sənə o qədər tərifləmək istəyirəm. Yaxşı Aynur, hərə öz. Çox sağ ol əzizim Anar. İcazə verirsinizsə mən sualımı ünvanlayım qonağımıza. İcazə verirsiniz? Buyurun. Deməli Ramin bəy, mən nə sual verəcəydim? Diqqətimi çəkdi sizin səhifənizi izləyəndə. Orada çox maraqlı bir təlim vermişdiniz, məsləhətlər vermişdiniz. Ümumiyyətlə birinci kursa qayıtsaydım. Yəni bu bizim tələbələrimiz üçün də çox maraqlı birinci kursa başlayan tələbələr üçün də çox maraqlı informasiya ola bilər ki, siz tərəfdən, sizin kimi peşəkar bir insan tərəfindən nə məsləhət görərdiniz tələbələrimizə? Birinci kursa başlayan tələbələr və yaxud da ki, ikinci, üçüncü kursda təhsil alırlar və deyirlər ki, birinci kursa qayıtsaydım, bunları eləyərdim. Birinci kursa qayıtsaydım, qiymət sevdalısı olmazdım universitetdə. Bilgi sevdalısı olardım. Mən nə öyrənirəm buradan? Birinci məsələ. İkinci məsələ, mümkün qədər sosial aktivliklərə qoşulardım. Bu, könüllü proqramlar ola bilər, hər hansısa bir təcrübə proqramları ola bilər. Mümkün qədər gedib çoxlu insanlarla tanış olsunlar. Hər şəxsdən bir şey öyrənəcəklər. Texniki bilgilərdən söhbət gedir. Texniki kitabda var onsuz da. Kitabda yazılmayan şeylər universitetdən çöldədir. Bunları öyrənsinlər, kommentlər açıq olsunlar və bir nəfər özləri üçün məsləhətləşməyə adam tapsınlar ki, bu müəllimlər ola bilər və yaxud da Facebookda gördüyü, özləri üçün idol saydığı, kumir saydıqları şəxslər ola bilər ki, məsələn, Ramin, mən sənin karyera yolunu bəyənirəm, mənə nə məsləhət verərdin? Bu sualla ünvanlasınlar. Əminəm ki, ən azı 10 nəfərə sual ünvanlansa, minimum bir 2-3'ü cavab verəcək. Və o 2-3-ündən və çoxlu nəticələr götürəcəklər. Çünki o şəxsin bir 10 ildə keçdiyi bir mesajda sizə əks olunmuş olacaq. Qısacası, prosesi qısaltmaq üçün məsləhət alsınlar və qiymət sevdalısı, sertifikat sevdalısı olmasınlar. Bunlar zamanla düzələcək. Bilgi öyrənsinlər, insanlarla işləməyi öyrənsinlər, geri qalanlar düzələcək. İkimiz de eyni anda Anar, sən verirsən sualı yoxsa mən verim Buyur sana? Aynur, buyur. Deməli Ramin bəyin biliklərindən, Ramin bəyin o təlimçi deyim də ki, dəstək xətti ki var. Biz ikimiz də sanki Anlarla bir təlimə gəlmişik və Ramin bəydən sualları verib özümüz üçün də bir nələrsə öyrənirik də. Sualım ondan ibarət olacaqdı ki, yəni ki siz bu birinci kurs tələbələrinə maraqlı bir məsləhət verdiniz və dediniz ki, yetərli qədər çalışsınlar ki, öyrənsinlər də. Öyrənmək üçün bəzən insan özündən daha ağıllı bir insandan məsləhət almağı deyim də, necə deyim ki, bəzən qorxular olur onun içində, özündən ağıllı daha bir insanla əyləşib üz-üzə danışmaqdan. Yəni bu insanlara nə məsləhət görərsiniz ki, belə insanlardan çəkinməsinlər də. Daha özündən ağıllı birini görürsənsə, əslində onunla oturub daha söhbət eləməyə özlərində potensial tapsınlar ki, o insan oturub bir həm söhbət eləsinlər ki, nəsə də öyrənə bilsinlər. Və nə məsləhət görərsiniz o insanlara? Burada birinci reallığı qəbullanmaq lazımdır. Əgər sən o adamın özündən olduğunu bilirsənsə, bunu qəbullan və iki yolun var. Ya bu səni qıcıqlandırıb
çəkiləcəksən prosesdən. Və inkişaf İnkişaf eləməyəcəksən. eləməyəcəksən. Ya da ki, sən qəbullanandan sonra gedib ona öz ürəyinə açacaqsan ki, mənə məsləhət ver. Və növbəti dəfə o ağıllı insan sən olacaqsan. Ən az addım atacaqsan. Şərt deyil olacaqsan yoxsa yox, amma əvvəlki Ramindən daha yaxşı Ramin olacaqsan. Bu 100%-dür. Ən az o sənə bir dənə müdrik bir məsləhət verəcək. 100%. Əgər sən onu ağıllı sayırsansa. Rəmi bəy, reklama çıxmamışdan öncə mənə çox maraqlıdır. Verilişin əvvəlinə vermək istəyirəm bu sualı sizə. Reklama çıxmamışdan öncə də belə bir cavablandırdınız ki, mühasib olmaq istəyənlərə məsləhət olaraq dediniz ki, rəqəmləri sevməlidirlər, rəqəmlərin dostu olmalıdırlar da. İndi rəqəmlərin dostu olaraq Ramin bəyin ən sevimli rəqəmi neçədir? Bu arada heç vaxt düşünməmişəm düzün desəm. Amma düşünün, mənə çox maraqlı ki, sizin üçün ən sevimli rəqəm neçədir? Yəni bu qədər rəqəmlərin içində olub rəqəmlərlə işləyən bir insan üçün. Reklam fasiləsində düşünüm, sonra deyərəm. Mütləq şəkildə. Sənin ən uğurlu rəqəmin yaşansın. 7. 7. 7-si doğulduğun üçün yox. 7-si Mən doğulmamısan. 12 anadan olmuşam, amma 7 rəqəmini sevirəm. Yəni belə. Düzdür, mövzunun heç bir aidiyyəti yox idi, amma prosta verdim sadəcə. Bayaq Ramin bəy biz danışdıq, bir qədər yəni danışdıq, üzərindən keçdi o sualı. Mən də düşünürəm ki, o sualla bağlı sizə bir sual verim. Sertifikatla bağlı. Niyə? Çünki bu Aynurun da mənim də başıma gələn bir hadisədir ki, indiki bir çox gənclər müəyyən bir media təlimlərinə gedirlər və sonda onlara bir sertifikat verirlər və gəliblər deyir ki, mən artıq bitirmişəm, təlim keçmişəm, mən hazır bir kadram. Sual verəndə bilirik ki, yəni heç bir şeydə məlumatı yoxdur. Ümumiyyətlə jurnalistika nədir, xəbər nədir, heç bir informasiyası yoxdur. Ümumiyyətlə bir çox insanlar səhv başa düşürlər ki, sertifikatım varsa mənim əgər mən işlə təmin olmalıyam. Bununla bağlı istəyərdim ki, bir dinləyicilərimizə məlumat verək. Düşünürəm ki, bu sahəni bilmək üçün oxumaq lazımdır. Təlimlər də yaxşıdır, nəzəri biliklər olmalıdır, amma praktiki də olmalıdır və ən əsası da nə etmək lazımdır? Aynur, ali təhsil olmaq məncə ən üst şərtlərdən biridir. Və aktual olan sertifikatım var, amma işlə təmin ola bilmirəm. Sertifikatım var, iş tapa bilmirəm məsələsi çox yaralı yerimizdir. Və onu yenə səsləndirmək istəyirəm. Heç bir sertifikat, fərq elən bir media sahəsi, nə bilim, tibb, maliyyə, heç bir sahədə sertifikat işə %100 zəmanət deyil. Bunun yanında çox böyük bir şəxsi keyfiyyətlər məsələsi dayanır. Əgər bunlar varsa, bu şəxsi keyfiyyətlərin içərisində araşdırma, kommentə açıq olmaq, insanlarla işləmək, təqdimat bacarığı, bunlar hamısı üst-üstə durur. Əgər mən hətta sertifikatı %100 bilsəm belə, yəni içərisində nə baş verir bilsəm belə, gəlib sizlə intervyu zamanı özümü düzgün təqdim eləməsəm, sertifikatın heç bir mənası qalmadı. Axı mən özümü təqdim edə bilmədim. Deməli, sualınıza cavab olaraq sertifikat sevdalısı olmaq lazım deyil. Bəlkə də vaxtı ikən mən də özüm bu səhvi eləmişəm və bu səhvdən çıxartdığım nəticəni indidən deyirəm ki, heç kim bu səhvi eləməsin. Yəni sertifikat alıb da işə götürənin üzərinə qaçmaq ki, bax sertifikatımı aldım, mənə iş ver, olmayacaq bu iş. Buna hazır olsunlar mental olaraq. Bəs yaxşı alternativ nə edə bilərlər? Başlanğıc üçün əminəm ki, bir neçə içara yazsalar ki, bax mən pulsuz işləmək istəyirəm, sertifikatım var, öyrənmək istəyirəm. Mənə bir təcrübə keçmək istəyirəm, bəli. Təcrübə keçmək istəyirəm, pulsuz işləməyə də hazıram. Çünki insanlar bəzən yanlış algılayırlar ki, sertifikatı aldım, mənə dərhal bir 1000 manatlıq iş verilməlidir. Yoxdur belə dünya. Biraz dözməlisən, itirməlisən. Ümumiyyətlə belə deyim də, ali təhsil müəssisələrini bitirən gənclər gəlib deyirlər ki, mənə yüksək bir maaş ver. Yəni belə bir şey də yoxdur, sən əziyyət çəkməlisən, oxuma praktikanı keçməlisən, öyrənməlisən. Yəni bu mən siz necə düşünürəm? İnsan əgər özünə əmindirsə, o istədiyi məbləğ var, hara fırlansa gəlib onu əldə edəcək və kim ki gəlib ilk gündən, ilk görüşmədən deyir ki, yeni başlayanlardan söhbət gedir. Mən bu məbləği istəyirəm, o işçidən işçi olmayacaq. Nəsə demək istəyir, buyurun. O həmişə olsa mənim suallarıma təsdiq cavab verir. Həm də suala əlavə eləmək istirdim ki, rəsmi söhbət sertifikatdan düşür və ali diplomdan düşür, ali təhsildən düşür. Bəzən yəni çox yerlər var ki, sertifikatla mühasibatlıq vəzifəsində çalışanlar var da. Ümumiyyətlə sizin fikriniz maraqlıdır. Bu nə dərəcədə düzgün ola bilər? Yəni sertifikatla mühasibatlığı bacarmaq olarmı? Başlanğıc üçün, texniki bilgi üçün, bəli. Başlamaq olar. Amma bir sertifikat sizi hansı səviyyədə mühasibə eləyir, heç bir halda bu mütəxəssisdən yuxarı deyil. İstənilən sahədə bir sertifikat sizi mütəxəssisdən yuxarı eləyə bilməz. Çünki oradanca nəzəriyyə var. Bilgi üçün, yəni daha yuxarı baş mütəxəssis və ya yuxarı pozisiyalar üçün mütləq təcrübə lazımdır. Sertifikat bizim sahədə junior specialist, yəni mütəxəssis və ya kiçik mütəxəssis üçün kifayət eləyən texniki bilgiləri ötürür. Geri qalan nüanslar hələ də aktualdır. Bunları mütləq eləməlidir və sizin nüansa gəlmək istəyirdim, hansı ki iştirakçılar iddia edirlər ki, mənə çox maaş lazımdır. Mən biraz öz tərəfimizdən də düşünürəm ki, bizim də burada dəstəyimiz lazımdır, təbliğat eləməliyik. Məsələn, mən ona görə çoxlu çalışıram ki, təlimə qoşulan yoldaşlara da təbliğ edirəm ki, bax bu sertifikat kursun sonunda gedib işə götürənlə dava eləməyin ki, mənim işim hanı. Burada sən bir xeyli əziyyət çəkməli olacaqsan. Bazarda
ən azı 20 nəfərlə hal-hazırda yarışırsan. Bəli. Qrupda 20 nəfər var. Hamınız eyni vakansiyaya müraciət eləsə, sənin nə fərqli xüsusiyyətin olmalıdır. Elə sizin sahədə də bəlkə də siz radio vasitəsilə hamıya çatdırırsınız ki, baxın ha, biz radioya gəlmək üçün illərin əziyyətini çəkmişik. Sertifikatla bura gəlməmişik. Yəni, bunları vurğuladıqca insanlarda yəqin ki, bir 100-dən 100-ü də olmasa, 100-dən bir 30-u anlayış yaranır. Hə, bu əhatə dairəsi inşallah ki, genişlənəcək və yaxşı bazar olacaq. Aynur, icazə versəydin dinləyicilərimizin sualları var. 055 200 11 03 bizim WhatsApp nömrəmizdir. Dayanmadan suallarınızı göndərsin və bizim prodüserimiz Samir redaktə edərək və fərqli olan sualları bizə yönəldir. Mən də sevə-sevə səsləndirirəm. 62 35 nömrə dinləyicimiz yazıb. Siz Polşada yaşayıb bizə maliyyə dərsləri keçirsiniz. Bəs biz buradan sizin ixtisaslarınıza yiyələnib görkəmli bir maliyyəçi kimi Polşada işləyə bilərikmi? Görkəmli olmasa da sıradan bir deməyim. Yəni bu sahəyə yiyələnib hər hansı bir uğur qazanan insan, görkəmli biraz, yəni çox illərə dayanan bir sözdür. Yəni maliyyə işlər tapa bilərlərmi orada? Qısa cavab versəm, bəli, mümkündür. Biraz detal versəm, yoldaşımızın sualı odur ki, mən Bakıdakı təcrübəmlə Polşaya gedə bilərəm. Bunun yanına mütləq qaydada bir dil bilgiləri əlavə olunmalıdır. Minimum qaydada ingilis dili, yaxşı olardı ki, gedəcəyi ölkənin dili olsun, əlavə olaraq da bir dənə dil. Bu birinci nüans. İkinci, texniki bilgilər əgər lakanik bilgilərdirsə, yəni sırf ölkəyə xasdır. Məsələn, yerli qanunvericiliyimiz, əmək məcəlləmiz və s. Bunun yanına bir texniki beynəlxalq bilgiləri də əlavə eləsin. Məsələn, beynəlxalq maliyyə hesabatlarının beynəlxalq standartları və yaxud da beynəlxalq təcrübədən olan sertifikatlar. Bunları əlavə eləsə, %100 əmin edirəm ki, leqal məsələləri də nəzərə almaq şərti ilə, bu hal-hazırda aktual məsələdir. Leqal məsələləri mütləq nəzərə alsınlar. Yəni ölkəyə giriş üçün işə götürən sponsor olmalıdır. Bu çox detallıdır. Mövzuna yaymaq istəyirəm. Əlavə olaraq sizə Instagramın direktə yazsınlar. Bəli, yazə bilərlər. Instagrama zəhmət olmasa onu da deyin. Ramin Azizov ACCA yazılır, ACC. Ramin Azizov ACCA yazıb suallarınızı ünvanlaya bilərsiniz. Elə burada olmuşkən 055 200 11 03 bizim WhatsApp nömrəmizdir. Mən hər dəfə deyirəm ki, bizim qonağımıza maraqlı sual ünvanlayın. Dinləyicilərimiz son 2 gündür belə deyim də ya humoristli bir sual verirlər və yaxud da bədii bir sual verirlər. Belə deyil. Yəni biz belə qalib seçmək istəmirik. Maraqlı, sizi maraqlandıran, sizin belə deyim də gözləmirsiniz ki, Ramin bəy nə vaxt bizim qonağımız olsun, siz ona sual ünvanlayasınız və cavabınızı alasınız. O cür sualları təqdim edin zəhmət olmasa və Ramin bəydən xahiş edəcəm ki, verilişin sonunda o cür suallara daha çox üstünlük versin və həmin dinləyicini qalib seçək. Siz Polşada yaşayıb bizə onlayn maliyyə dərsi keçirsiniz. Bəs yox, fərqli bir sual yazıb 5738 nömrə dinləyicimiz. Bəs mən cibimdə qəpik axtaranda bu da beynəlxalq əməliyyat sayılırmı? Bu gülməli bir şey. Əslində indi mən öz fikrimi deyim, Ramin bəy də öz fikrini verəcək. Biraz çünki efir başlamamışdan öncə də biz bu haqqda danışmışdıq. Məncə bacarığı olan və özünü fikirlərini ifadə edən bir insanın heç vaxt cibində qəpik axtarmaz, düzdürmü? O insan mütləq şəkildə hansısa bir yolla cibində qəpik yox, yaxşı bir məbləğ axtaracaq. İnşallah ki, yoldaşımız öz karyera yolunu tapar və qəpik axtarmağa məcbur qalmaz. Bir sual var. Bu sual mənim çox xoşuma gəldi. Qonağınız Avropada olub, bizim mühasibatlıqla Avropanın mühasibatlığında çoxmu fərq var? Yanaşma olaraq yox, amma prosedur olaraq bəli var və hal-hazırda peşəkar mühasib sertifikatı deyə bir bazarda şükürlər olsun ki, bu işdə əmək olanlara çox sağ ol deyirəm. Bu trendi yaradıblar və mühasiblər sertifikasiyadan keçirlər və bu o deməkdir ki, beynəlxalq təcrübədə olan bilgilər artıq akreditasiya olunaraq yerli mühasiblərə ötürülür. Ona görə də hal-hazırda nəzəri olaraq çox fərqlər yoxdur, amma tətbiq olaraq %100 var. Yəni biz kitabda 500 keçiriksə, Azərbaycanda onun 50-sini tətbiq eləməyə bir hələki ekosistem var. Amma Avropada bəzi hallarda bu 500-dən 500 olmasa da 500-dən 100, 300 olur və s. belə. Anar, sən suallara baxdıqca mən bu aktual olan bir mövzu haqqında danışmaq istəyirəm. İndi bilirsiniz ki, süni intellekt deyilən bir şey. Demək olar ki, bizim həyatımıza girə-girə də gedir və çox belə rahat şəkildə bir də görəcəyik ki, artıq biz dostumuzla, rəfiqəmizlə söhbət eləmək yerinə süni intellektdən məsləhət alırıq. Ümumiyyətlə, gələcəkdə belə bir ehtimal ola bilərmi ki, süni intellekt maliyyə məsələlərini həll eləsin və yaxud da ki, mühasibatlıqda nə kimi rol ola bilər? Hal-hazırdakı bilgilərimdən soruşursunuzsa, bu barədə belə bir düşüncəm yoxdur bu dəqiqə üçün. Bir ay sonra, 2 ay sonra nə yenilik olacaq onu bilmirəm. Qabaqcadan danışmaq istəmirəm. Amma indi üçün soruşursunuzsa, xeyr, elə bir şey düşünmürəm. Niyə düşünmürəm? Çünki süni intellekt, şəxsi fikrimdir, mənə %100 insanın verdiyi inamı ötürə bilmir hələ ki. Sonradan mənim baxış açım, bu mənim üçün nə qədər adiləşəcək bilmirəm. Və nəinki maliyyə sahəsində, digər sahələrdə də
insanlara ən vacib olan məsələlərdən biri etibar və inam məsələsidir. Hətta siz %100 işini professional bilən maliyyəçi, süni intellekt yetişdirə bilərsiniz. Onun etibarlı olub olmamaq məsələsi sizin əsas qərar verici nüansınız olacaq. Yəni maliyyəçini işə götürəndə deyirsiniz ki, mən buna pulumu etibar edə bilərəmmi? Elon sizə sual verəcəydim ki, iş sırf maliyyə içində etibar məsələsi biraz çətin olur da. %100 lazımdır və bu biraz xarakterik, insan xarakteri məsələsidir. Bunu kitabla və yaxud da hansısa bir detektor yoxdur ki, bunu müəyyən eləyək. O zamanla aşkara çıxan məsələdir. Bəzi sahibkarlara bu baha başa gəlsə də, bəli, bu qaçılmaz. Elə etibardan danışmışkən, Ramin bəy, sizə bir sual verim. Əminəm ki, çox insanlara maraqlandırır. Bu pulumuzu hara etibar eləyək? İndi özünüz bilirsiniz ki, kartlardan da nə qədər problemlər olur xəbərlərdə. Vallahi artıq kartda pul saxlamağı biz belə qorxuruq. Bu analarımızın, nənələrimizin dediyi kimi aparaq evdə balışın altına mı qoyaq? Harda saxlayaq bu pulumuzu? Qəribəsi odur ki, biz yəni puldan da qiymətli bir şeyimizi orada itiririk, datalarımızı. Bəli. Bunun fərqində deyilik, amma gözümüzə görünən puldur. Çünki belə vizual görüntü pulladır. Yəni gündəlik bizim yaşayışımız, həyat səviyyəmiz hamısı o data olaraq onsuz da oğurlanır. Bəli. Bunun qarşısını almaq daha düzgün düşünülməli sualdır, nəinki pul məsələsi. O ki qalda proqramda pul saxlayıb saxlamamaq məsələsi, bu risk hər yerdə var. Avropada da var, burada da var. Yəni Avropada biz 10 ildə bir dəfə görsək də milyardlar görürük. Azərbaycanda xırda-xırda olur, yığılanda 1 milyarda gəlmir. Yəni bu risk həmişə var və bu da çox hallarda maliyyə və elektron savad deməyim, texnologiya savadının tam lazımi səviyyədə olmamağından qaynaqlanır ki, mən kodu başqasına verməməli olduğumu hələ bilmirəm. Təbii ki, bankalar da yəqin ki, buna həll yolu düşünəcəklər və ya artıq düşünüblər, tətbiq eləyirlər. Nə qədər etibarlıdır proqramlar, yəqin ki, ora gəlir sualınız. Bu App Store-da gördüyünüz proqramlar nə qədər etibarlıdırsa, bu mobil tətbiqlərdə bir o qədər etibarlıdır. Fərq ondadır ki, digər proqramlarda pul saxlamırıq. Datamızı saxlayırıq, onu da onsuz da istifadə eləyirlər. Başa düşdüm. Yəni nə qədər də etibarlılıq olsa bir 5% o risk. Yəni o risk həmişə var. İstəyirsiniz evdə saxlayın pulunuzu, istəyirsiniz əmlakda saxlayın. Bu risk həmişə var. Sadəcə riskin çox və ya az olma məsələsidir və maliyyəçilərin çox səsləndirdiyi məsələ var. Çox risk və çox qayıdış gözləntisi. Bunu hesablamaq lazımdır. Siz pulunuzu harda saxlayırsınız? Reklamdan sonra öyrənəcəm. Suallarımız həddindən artıq çoxdur. İstər bədii suallar, istər düşündürücü suallar, istər də ki, özləri ilə bağlı olan maraqlı suallarımız var. 055 203 11 03 bizim WhatsApp nömrəmizdir. Yaza bilərsiniz Ramin müəllimə, nə suallarınız varsa, ümumiyyətlə maliyyə ilə bağlı sizi düşündürən, maraqlandıran suallarınız varsa və verilişin sonunda sizin hansı sualınız fərqləndirəcəksə, Ramin bəy həmin sualı bəyənəcəksə əgər, Dirkeş parfümdən sizə hədiyyə təqdim edəcəyik bizdə. Elə Dirkeş demişkən sponsorumuz Dirkeşlə bağlı məlumatı sizə verim. Avropanın tanınmış parfüm zavodlarının məhsulları Dirkeş parfümlə xidmətinizdədir. Dirkeş parfüm sizə keyfiyyətli və sərfəli ətirlər təqdim etməklə yanaşı, şirkət olaraq sizə öz biznesinizi qurmaq fürsəti yaradır. Dirkeş parfümlə hər 4 parfüm alana bir parfüm hədiyyə kampaniyasını qaçırmayın. 070 628 37 87. Daha ətraflı isə Dirkeş parfüm Instagram hesabına daxil ola bilərsiniz. 32 manatdan həyatınızı dəyişin əziz dinləyicilərimiz. Biz isə qısa bir reklam fasiləsinə ayrılırıq. Sizin suallarınızı oxuyacaq. Reklam fasiləsi zamanı siz isə aktiv olun. Xəzər radiosunda reklam vaxtı. Biznesinizi böyütmək vaxtıdır. Çünki Bank of Baku'da iş adamı və sahibkarlara 100.000 manatadək mikro biznes krediti var. 100.000 manatadək krediti girovsuz, zaminsiz, üstəlik 12 ayadək güzəştlə əldə edib hədəflərinizi reallaşdırın. Daha ətraflı 145. Bank of Baku. Fərdi və bağ evlərinizdə iri ölçülü pəncərələr, cam balkon və sürgülü, qatlana bilən pəncərələri Türkiyə istehsalı Avropa keyfiyyəti ilə Asistal alüminiumdan əldə edə bilərsiniz. Ünvan Ağşəhər, Qarabağ Atları Meydanı. Telefon 050 201 88 11. Qapı pəncərədə düzgün addımınız Asistal olsun. Avropanın tanınmış parfüm zavodlarının məhsulları Dilkeş parfümlə xidmətinizdədir. Dilkeş parfüm keyfiyyətli və sərfəli ətirlər təqdim etməklə yanaşı, şirkət olaraq sizə öz biznesini qurmaq fürsəti yaradır. Dilkeş parfümlə hər 4 parfüm alana bir parfüm hədiyyə kampaniyasını qaçırmayın. Əlaqə nömrəsi 070 628 37 87. Instagram Dilkeş parfüm official. Ay Solmaz xala, bu boyda pəncərə olar? Bunu necə açıb bağlayırsan? Çox rahat. Bir barmağımla açıram, bağlayıram. Yüngüldür.
Özü də Türkiyə istehsalı, Avropa keyfiyyətli pəncərələrdir. Hə, o həbəşdir, nədir dedikləri pəncərə budur. Həbəş yox ay Cavanşir. Həbəşəbə. Məsləhətdir. Külək də, yağış da keçirtmir. Getsən də zəng elə 055 201 88 11-ə. Gəlsinlər, quraşdırsınlar. www.asistal.az. Addımınız Asistal olsun. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Bankov Baku'dan bahar krediti. İndi Bankov Baku'dan 50.000 manatadək nağd pul kreditini minimum 9.9 faiz ilə əldə edin. Bankov Baku. Xəzər Radiosunda reklam vaxtı. Bəli, biz yenidən Maraqlı qonaq olanda belə olur. Bəli, Aynur, gəlin mənim sözümü yenə kəsəsən. Dinləyicilərimiz əsaslı sözünü biz kəsmirik. 055 203 11 03 bizim WhatsApp nömrəmizdir, əziz dinləyicilər. Dilkeşdən, sponsorumuz olan Dilkeşdən verilişin sonunda maraqlı bir hədiyyəmiz olur. Bir deyil, özü bir neçə hədiyyəmiz var. Yeri gəlmişkən bir neçə də sualı oxumaq istəyirəm. Deməli yazıblar ki, salam, pulun dəyəri görə azalırsa niyə insanların pula olan sevgisi heç vaxt azalmır? Bu da bir maraqlı bir sualdır. Bugün fərqli bir suallar verirlər, Aynur. Səncə niyə belədir? Çünki pula hər zaman tələbat olur da. Necə pula qarşı sevgimiz azala bilər? Hər zaman Əslində o suala cavab vermək istəyərdim. Yoldaş inflyasiya toxunub. Deyir ki, inflyasiyaya görə pulun dəyəri azalırsa niyə insan sevgisi azalmır? Pulun dəyəri azalması alıcılıq qabiliyyətinin də düşməsi deməkdir. Yəni sən pulun az alıcılıq qabiliyyəti olduğuna görə istədiyinə çata bilmirsən. Həmişə istəkli qalırsan. Ona görə sənin o pula həvəsin azalır. Həvəsin. Yəni tərs mütənasiblik oradan qaynaqlanır. Əslində yoldaş öz sualına özü cavabını verib. Və bir daha sizdən təsdiqi yəqin ki almaq istəyib. 7364 nömrə dinləyici yazıb ki, əgər pul dövriyədədirsə, bəs niyə bəziləri onu görmədən bütün həyatını yaşayır? Pul dövriyəsi deyəndə şəxsi həyatı nəzərdə tutursa, bu psixoloji bir məsələdir, buna maliyyəçi heç nə eləyə bilməz. Yaxşı olar ki, şəxs ən azı baza maliyyə bilgilərini artırsın, onda gəlirlərin, xərclərin, aktivin öhdəliyin nə olduğunun fərqinə vararaq yanaşmalarına bir ad qoyacaq və bunu necə təsnifləşdirmələr olduğunu biləcək və daha sistemli yanaşacaq. Onda artıq o görməzdən gəlmələr azalacaq. Onda həmin dinləyici burada müraciət edək. 7364 nömrə dinləyici. Əgər sizin bax tam şəkildə sualınızı ifadə etmək istəyirsə, əlavə bilgilər almaq istəyirsinizsə, 055 211 03 bizim WhatsApp nömrənizi bir kəlmə ilə yazın ki, məni efirə qoşun. Elə məncə canlı bir dialoq sizə daha da bir köməklik edə bilər. Əlbəttə. Ramin bəy, biraz öncə biz sertifikatlardan danışdıq. Bəs Avropada yaşamaq üçün və ya işləmək üçün hansı sertifikatlar lazımdır? Sertifikat birinci deyil. Lazım olan iş təcrübəsidir və deməli legal məsələlərə cavab verməkdir. Legal məsələlər də nədən ibarətdir? Siz orada ya təhsil yolundan, yəni orada təhsil olaraq işləyə bilərsiniz, ya da ki işə qəbul olduğunuz müəssisə sizə sponsor durmalıdır. Sponsor durma nə deməkdir? Sizin bütün hüquqi məsələlərinizin xərcini qarşılayır. Çox hallarda da bu kifayət qədər xərcli olduğuna görə sizi buradan ora köçürmək şirkətlərə sərf eləmir, ona görə də lokal işçi götürürlər. Qalır bizdə ən optimal variant hal-hazırda təhsil yolu ilə getmək, yəni universitetə qəbul olursunuz, eyni zamanda sizə dövlət həm oxuya, həm işləmək icazəsi verir. Ona görə də bu halda birinci legal məsələlərin cavablarını tapandan sonra sertifikat ikinci nüansdadır. Bəs yaxşı, sertifikatdan əlavə nə lazımdır mənə? Azərbaycanda ən azı maliyyə ilə mühasibatla bağlı minimum deyərdim 1 il yarım real iş təcrübəsi. İkinci sertifikat ona görə ki, ola bilər ki, iş prosesində onları görməyib, o bayaq dediyim məsələ. Ancaq lokaldan çıxıb biraz da beynəlxalq təcrübəni öyrənmək görə kitab nə yazır? İnsanlar Avropada, Amerikada necə tətbiq edirlər? Onları öyrənsə, bu üçü bir yerdə daha yaxşı nəticə verəcək. Qısacası Avropaya gəlmək üçün bir sertifikat mütləq deyil, yaxşı nüansdır. Mütləq olan təcrübə, dil bilgiləri və legal məsələlərdir. Sertifikatlardan danışmışkən bir sual gəlib bizə ki, Ramin bəy sertifikatlardan danışır, sertifikatın hardan alınmağının fərqi varmı? Tövsiyə edirdim ki, akreditə olunmuş deməli yerlərdən başqa sertifikatlara çox da ümid bağlamasınlar. Yəni bəli, fərqi var. Yəni şəxsin verdiyi sertifikatın mənə görə heç bir mənası yoxdur. Yəni Ramin təlim keçəndən sonra iştirakçılara deyirsə ki, Ramin Əzizov sertifikatını verdi, mənasızdır. Yəni bu ola bilər ki,
çox da yaxşı namizəddir. Amma bu nə qədər akreditə olunub, nə qədər güvənilir sertifikatdır və burada bir növdə məsuliyyəti ötürərdim işə götürən tərəfə, ola bilər namizəd sertifikatı alıb, sən bir dəfə də yoxla. Nə qədər beynəlxalq sertifikat olsa bilər, bəlkə çoxdan alıb, bəlkə aktuallığını itirib, bəlkə unudub, bəlkə tətbiqini bilmir, sadəcə testləri həll eləyib. Bunları bir dəfə də yoxlamağa ehtiyac var. Yəni burada ikili bir müdafiə sistemi olmalıdır. Bir, akreditə eləmək, 2, işə götürən tərəfindən təkrar yoxlamaq. Anladım. Mən istəyirəm ki, hal-hazırda bizə qoşulan dinləyicilərimizin də bir qısa yenidən nəzər keçirdək ki, Ramin Əzizovun təliminə nəyə görə qatılmalıdırlar? Məcburiyyət qoymaq istəməzdim, amma Nələri öyrənə bilərlər? Yaxşı belə deyək. deyək ki, tamamilə fərqli ixtisasdan gəlirlər. İş təcrübələri yoxdur, amma başlamaq istəyirlər maliyyə, mühasibat, audit sahəsinə. Bu sertifikatlar sizə başlanğıc üçün texniki bilgilər öyrədir, təxminən 3 ay yarım, 4 ay ərzində. Yəni bu sertifikatın başlanğıc üçün Financial Accounting F3 olaraq bazarda tanınır bu sertifikat. Digər sertifikatlar da var təbii ki. Bu sertifikatı alaraq intervyuya gedəndə testləri keçə bilirəm. 2, gələn suallara cavab verə bilirəm. 3, praktikada görəcəyim anlayışların mənasını bilirəm artıq. Yəni auditə, maliyyə, mühasibata yönəlmək üçün bu sertifikatları almağım mənə başlanğıcda bir təkan verəcək. İntervyuda da, işdə də və eləcə də test mərhələsindədir. Yəni sertifikatı niyə almalıdırlar sualına cavab şərt deyil, mənim kursuma gəlsinlər. Özləri də hazırlaşa bilərlər. İnternetdən materiallar var. İstəsələr göndərə bilərəm. Təbii ki, ödənişsiz şəkildə bölüşərəm hamısını. Yəni faydalanıb hazırlaşıb ala bilərlər. Hər tipdə qapım Bəli, istənilən qaydada kömək eləməyə hazıram, tək öyrənmək istəsinlər. Mənim Ramin bəyə sualım var idi, amma Ramin bəy bizim artıq telefon xəttində dinləyicimiz var idi. İndi nəsə səbirsiz rəftar edib, hə? Samir. Yox, yenidən əlaqə saxlayaq. Mən sizə sualımı vermək istəyirəm. Deməli, mənə maraqlıdır sizin təlimlərə qoşulan, kurslara gələn şəxslər bir maariflənirlər, öyrənirlər, bilgilənirlər və ən əsas odur ki, onlara Ramin bəy dərs deyir və belə deyim də artıq işə götürənlər sizi tanıyırlarsa, onlar üçün bir müsbətdir artıq ki, kimi yana təlim keçirlər və hansı nəzəri bilikləri sahibdirlər. Mənə maraqlı, siz özünüz onları, məsələn, xaricdə Polşada belə olsun, məsləhət görürsünüzmü? Hansı bir müəssisələr ki, belə bir mənim tələbəm var, şagirdim var, bu sertifikatı alıb artıq mükəmməldir. Yəni işlə təmin olmağa belə deyim də təkan verirsinizmi? %100. Hətta bəzən olur ki, namizəd özü mənə yazmasa belə, ona uyğun bildiyim vakansiya olanda özü ilə məsləhətləşirəm ki, CV-ni mənə göndər, istəyirsənsə yönləndirim. Baxın yoldaşlar, bunu xahiş edirəm, səhv anlamayaq, tanışlıq deyil bu. Bu sadəcə şəxsin haqqı olana mənim dəstək olmağımdır. Mən burada qeyri-adi bir iş görmürəm. Sadəcə iş axtaranla işə götürəni əlaqələndirməyə çalışıram. Yəni belə bir dəstək var, əlimdən gələn kömək eləməyə çalışıram. Bu kursuma yazılmayan şəxslər də ola bilər. Yenə kimsə məndən məsləhət istəsə, əlimdən gələn eləməyə hazıram ki, əsas odur ki, düzgün yol tapsın, mənim vaxt ikən elədiyim səhvləri o eləməsin, düzgün istiqamətlənsin və sonradan peşman olmasın. Əziz dinləyicilər, yəni bundan artıq nə istəyirsiniz ki, rahat şəkildə yazılırsınız, həm özünüzü öyrənirsiniz, həm də ki, bir şans da qazanırsınız ki, ola bilər ki, bu təlim ərəfəsində sizin bilikləriniz müəllimin diqqətini o qədər çəkər ki, uyğun bir vakansiya olan kimi sizə təklif edə bilər. Buyurun. Bəli, bir nüansı da qeyd edeyim. Təlimləri bitirəndən sonra mən özüm sertifikat təmin eləmirəm. Rəsmi olaraq İngiltərənin təmin elədiyi imtahan mərkəzi var. Gedib orada imtahan verirlər və imtahandan keçirlər. Və %100 zəmanət verə bilərəm ki, kurs boyunca dediklərimi eləsələr, imtahandan keçməmək ehtimalları yoxdur. Buna canlı şəkildə öz imzamdan zəmanəti verirəm. Nə gözəl. Təlimdə 3 ay olur. 3 ay yarım, 4 ay. Və onlayn şəkildə. Bəli, onlayn şəkildə olur, bu qaydada olur. Həftədə üzr istəyirəm. Həftədə minimum 4 saat. 4 saat mı? Bəzən 6 saat da olur həftədə. Instagram səhifəmizi bir daha təkrarlayaq. Ramin Azizov ACCA yazılır. Bu aldığım sertifikatın adıdır. İngiltərə akreditə olunmuş sertifikatdır. Hal-hazırda Bakıdasınız, istirahətdəsiz. Bəlkə sizin daha yaxından ünsiyyət qurmaq istəyənlərə bir fürsət yaradaq elə buradan ki, bir görüş günü təyin edin, belə bir üz-üzə danışın, məsləhətlərinizi verin. Real olaraq da təlim keçin onlayndan əlavə olaraq. Vaxt qısıtlı olduğuna görə söz verə bilmirəm, amma əlimdən gələnləməyə çalışaram. Yenə qeyd edirəm, Instagram səhifəsində yazsalar, yenə deyirəm, söz vermirəm, amma əlimdən gələnləməyə hazıram. Mümkün qədər
çalışaram ki, canlı bir Və görüşün də aynı olsun, iş bilən. mümkün qədər mən də Məncə də nəzərə bəs alıram. yenə də bir daha Ramin Əzizovun Instagram səhifəsini xatırladırıq sizə. raminazizov.acca. Düzmü Bəli. dedim? Girirsiniz Instagram səhifəsinə və rahatcasına oradan bütün məlumatları əldə edirsiniz və təlimlərə qoşulursunuz. Təlimlər onlayn şəkildədir. Sizin işinizə heç bir problemi yaratmayacaq. Qoşulursunuz və rahat şəkildə sertifikatınızı, daha doğrusu qazanırsınız sertifikatı. Əziyyət çəkirsiniz, oxuyursunuz, öyrənirsiniz və sertifikatı Sonda da alırsınız, imtahan təlimdən verirsiniz, qazanırsınız. bəli. Sonra işlə təmin olunursunuz. Artıq o sertifikat sizdə olanda hər kəs sizə işə qəbul edəcək. Sonra da cibinizdə qəpik axtarmırsınız, pul axtarırsınız. Bayaq ki dinləyicinin Bəli. sualı kimi. Bayaq efirə qoşulmaq istəyən xanımın sualı var imiş. 7364 deyir ki, həyatımdan çox narazıyam çünki pulum çatmır. Xərclərini azaltsın. Gözəl lakonik cavab. Xərclərini Bir azalsın. qonağımız çox qəşəng bir fikir bildirmişdi, amma bilmirəm hansı qonaq idi. O belə bir fikir bildirmişdi ki, əgər sən az qazanırsansa, o azla siz dediyiniz kimi xərclərini azalt və onunla xoşbəxt olmağa çalış. Çox qazanırsansa, çoxla xoşbəxt olmağa çalış. O buyurun. Belə bir fayda oxumuşdum. 10.000-i qazanmaq 10.000-i yığmaqdan daha asandır. Buna mən tətbiq eləyib nail ola bilməmişəm. Bəlkə yoldaşa bir istiqamət olar. Xərc hissəsi işləmirsə, gəlirlərini artırmağa çalışsın və bəzi şeylər qəbullansın. Yəni dəyişəcək bir şey yoxdur. Yəni bu qədər. Sonda istəyirəm ki, bir daha dinləyicilərimizə məsləhətlər verin, xüsusilə tələbələrə, Avropada təhsil almaq istəyənlərə. Verilişimizin vaxtı az qalıb və Müəyyəni seçən, mühasibatlığı seçən gənclərimizə nə məsləhət görərdiniz? Hal-hazırda bayaq sizin qeyd elədiyiniz süni intellekti hansı sahəyə yönəlməyinizdən asılı olmayaraq öyrənin. Ən azı baza biliklər öyrənin. Çünki süni intellekt bizdən daha tez böyüyür. Onun yaşı daha tez artır. Biz 1 il böyürüksə o 5 il böyüyür. Ən azı o böyüyəndə biz uşaq qalmayaq. Biz də biraz yetkinləşmiş olaq, texnik biliklər öyrənək. Ardıcan da soft skilllər dediyimiz yumşaq bacarıqları inkişaf elətdirsinlər. Ən vacib insanlarla işləmək. Bu mən özüm də hal-hazırda üzərimdə işləyirəm və bunu dəfələrlə özümə feedback, komment olaraq bildirirəm ki, insanlarla işləməyi öyrənmək lazımdır. Stres idarə eləmək, komment açıq olmaq və s. və s. Bunu çox adam deyir, okey də, dedilər, qəbul elədim, burada nə var, mən bunu bilirəm. Amma biraz kommentin sərtliyi artdıqca şəxs nə qədər qıcıqlanır. Buna deyirlər emosional zəka. Emosional zəkamız daha vacibdir bəzi hallarda, deməli, intellektual zəkadan. Emosional zəkaya fokuslansınlar bu dəqiqə üçün. Anar, məncə qaliblərimizi artıq seçməliyik. Bəli, qalibi siz düşünsün məncə Ramin bəy ona qədər hansı sual sizi maraqlandırdısa, biz həmin dinləyicimizə Dilkeş parfümündən bir hədiyyə təqdim edək. Özü bir deyir, hər dəfə bir də deyirəm, hədiyyə götürün deyirlər, nə yaxşı ki, hədiyyə veriblər. Həm xanım, həm bəy üçün. Siz düşünün, ona qədər də mən baş sponsorumuz Aystal Alüminiumla bağlı bir məlumatı çatdırım. Bağ və fərdi evlərinizdə iri ölçülü pəncərələr, cam balkon və sürgülü qatlana bilən pəncərələri Türk istehsalı Avropa keyfiyyəti ilə Aystal Alüminiumdan əldə edə bilərsiniz. Əziz dinləyicilərimiz, Ağşəhər Qarabağ Atları Meydanı ünvanlarıdır. Showroomlar orada yerləşir. Gedirsiniz, maraqlanırsınız. Bütün xidmətlər sizə göstərəcəklər. 050 201 88 11 əlaqə nömrələridir. Qapı pəncərə düzgün addımınız Aystal olsun. Və baş sponsorumuz Aystal Alüminiumuna təşəkkürümüzü bildirir. Elməttin bəy də salamlayırıq. Tezliklə inşallah ki, görüşmə ümidi ilə deyirik. Sabah yeri gəlmişkən Elməttin bəy qonağımızdır. İndidən qapı pəncərə ilə bağlı suallarınız varsa 055 203 11 03 nömrəsini yazın. Sabah da biz də sevə-sevə oxuyaq. Və Ramin bəy hansı sualı verilişin sonudur? Əvvəldə bir sual var idi, onu unutdum. Biz siz Polşada gedib maliyyə üçün yaşayıb bizə maliyyə dəstək keçirsiniz. Bəs burada sizin ixtisaslarınıza yiyələnib görkəmli o həm sual. Bəli, mikrofona zəhmət olsa. Hədiyələr ki, bölmək olar. Bir də inflyasiya ilə bağlı sual var idi. Düzdür, biraz filosofik sual, amma yenə də inflyasiyaya görə azalırsa. 70-05 nömrə dinləyicimiz. Bəli, bir bu, bir də digər birinci verilən sual Avropada işləmək üçün. 62-35 nömrə dinləyicimiz. 62-35 nömrə dinləyicimizi biz qalib seçdik və 70-05 nömrə. Əslində bir hədiyyə təqdim edirik. İndi siz qonağımızsınız, poçdan gəlmişsiniz. Ona görə hədiyyə təqdim edirik. Narahat olmayın, narahat olmayın. Əslində dinləyicilərimiz əldə edirlər. Və əslində çox bir sualla cavabını almaq istəyirdim, amma vaxtımız yekunlaşıb. Belə bir yoxdur, veriş bitəndən sonra onun cavabını alacağım. Pul və şans, o haqda sizdən soruşmaq istəyirdim. Bilmirəm, vaxtımız çatar, qısa olaraq cavab verəsiniz ona. Pul və şans. Arasında əlaqə. Şans
pulu gətirir, amma pul həmişə şans yaratmır. Mənim hal-hazırda düşüncəm budur. Amma bunları eyni tərəziyə qoymayaq. Tamamilə həyatımızın fərqli sahələrindədir. Müqayisə predmet eləməyək bunları və əlaqələndirməyək. Hərəsi öz axışından getsin. Qısaca deyək ki, həm pulunuz çox olsun, həm də şansınız. İnşallah. Biz sizə təşəkkürümüzü bildiririk, sizə uğurlar arzu edirik. Təşəkkür edirik ki, bizi Polşada təmsil edirsiniz və uğurlu işlər görürsünüz. Minnətdarıq sizə. Yenidən görüşmək ümidi ilə Aynur buyur. Heç olsa sabah eyni vaxtda, eyni saatda görüşərik. Çox sağ olun. Hamıya təşəkkür edirəm. Minnətdaram. Sağ olun. Sağ olun.